30 Days Soft Challenge 5-ci gündən hər kəsə salamlar. Bu günlərin həm kitabxananın güzgüsündə, həm də universitetin güzgüsündə mütləq bir video çəkməli idim. Videoları çəkdikdən sonra biraz parkda oturduq və sonra yola düşdük evə qayıtmaq üçün. Yol boyu idmanımı da etməyi unutmamışam. İyunun 4-ü çox az addım atdım, düzdür, amma iyunun 5-i həqiqətən rekordumu qırdım. 6051 addım, çox yaxşı bir nəticədir məncə. Evə gəldikdən sonra Koreya dilindən level testi elədim. Suallar çox asan idi əslində, A1 səviyyəsi üçün idi, amma maraqlı suallar da var idi. Məndə 25 sualdan 24 düz çıxdı. Düşünürəm ki, reading və listening testləri də çox eləməliyəm, onun da təsiri var. Onları nə qədər çox eləsəm, daha yaxşı nəticələr əldə edəcəyimə inanıram. Və belə, testimin nəticəsini də sonda göstərirəm bu arada. Bəs siz necə? Hansısa bir dili öyrənəndə onlayn quizlər və yaxud testlər edirsiniz? Şərhlərdə yazmağı unutmayın. Məncə bu metod həqiqətən çox asan bir metoddur. Həm oxuduğumuz yadımızda qalır, həm də ki, bir növ biliklərimizi yoxlayırıq. Bu da nəticə. Bir-bir bütün sualları göstərirəm, hansılar düz, hansılar səhv. Hansılar da deyəndə bir dənə səhvim çıxır, onu da orada göstərmişəm. Kəşke elə ilk seçdiyim variantda qalsaydı. Amma təbii ki, buna üzülmürük, çünki 25 sualdan 24 düz əla bir nəticədir. Sonra isə biraz mindset haqqında kitablar oxumaq istəyirdim. Onu da kitab əlimdə olmadığına görə PDF versiyasını tapdım və oxumaq istədim. Və oxudum bu arada. İlk bir chapteri oxudum və bitirdim. Çox xoşuma gəldi, maraqlı idi və çox belə pozitiv bir kitab idi. Ona görə bu kitabdan davam edəcəm bir ara. Mən əslində telefonda çox vaxt keçirməyi sevdiyimə görə onlayn kitabları daha çox bəyənirəm. Ona görə məncə əla bir fikirdir onlayn kitab. Sonra təbii ki, hobbimi eləmədən vlogu bitirə bilməzdim. Ona görə hobbim olaraq da cibini rənglədim bu arada. Məncə çox gözəl alındı. Tam rəngləmədim, çünki tam rəngləsəydim çox vaxt alacaqdı. Ona görə sadəcə hoodie bölməsini rənglədim və belə tamamladım rəsmimi. Davamını da növbəti videolarda bir yerdə rəngləyərik inşallah. Belə, bugünlük videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Videonu bəyəndiksə bəyənməyi, səhifəni izləməyi unutmayın. Növbəti günlərdə görüşənədək sağ olun.